Salam əziz yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə deməli Respublika Fen Olimpiyadasının 9-cu siniflər üçün nəzərdə tutulan Azərbaycan dil və ədəbiyyat suallarının izahını verməyə çalışacağam. Mən Eyvaz müəllim, bildiyiniz kimi hər zaman abituriyentlərə, ondan sonra bu olimpiyadaya gedən şagirdlərə dəstək məqsədilə videolar çəkirəm. Və bu arada deyim ki, hal-hazırda kanalımızı izləyənlər var. Müəllimlərin işə qəbulu, həmçinin sertifikasiya hazırlaşan müəllimlər üçün yeni qruplarımıza artıq qeydiyyat başlamışdı. Siz də bizim dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Ya Allah! Nümunənin morfoloji təhlili ilə bağlı yanlış fikri seçin. Mənə bir sərgi salonu verin. Orada bir insan şəkli asacağam. Adi bir insan. Deyir ki, hal şəkli işlənmiş sözlər eyni qissəsinə aid deyil. Baxaq görək. Burada bax, hal şəkli işlənmiş. Mənə sözündə fikir versiniz, bu əvəzdir. Salonunu verin. Salonda isim. Deməli, bir düzdür də, eyni qissəsinə aid deyil. Və bir düz olduğuna görə nə edirik? A-nı çıxırıq, E-ni çıxırıq, C-ni çıxırıq. Quruluşca düzəltmə söz adlı haldadır. Sərgi, baxın, sərgisən sərginin salonunu. Deməli, quruluşca düzəltmə söz adlı haldadır. Bu fikir səhvdir. Feillər eyni qrammatik məna növündə və feilin eyni şəklindədir. Verin, əmr şəklində, asacağam, xəbər şəklində. Deməli, 3 də səhvdir. Nümunədə köməkçi qissələrindən yalnız ədat işlənmişdir. Mənə bir sərgi salonu verin. Mənə sərgi salonu. Burada bir ədatdır. Başqa burada köməkçi qissəsi görə bilirik? Görmürük. Sifət işlənmə yerinə görə azaltma dərəcəsində ola bilsə də çoxaltma dərəcəsində olmur. Niyə olmur ki? Gəlin baxaq. Burada adi söz nəzərdə. Ən adi insan, deməli çoxaltma da ola bilər. İsimlərdən biri işlənmə yerindən asılı olaraq sifət kimi düşünülə bilər. Şəkli yazı. Görürsünüz, bu işlənmə yerinə görə ola bilər. Doğru cavabımız olacaq 2, 3, 5. Birinin sonu doğru cavab olur. B variantı. Uyğunluğu müəyyən edin. Deməli, əmr ədatı qüvvətlendirici ədat. Sən ha bir sonasan. Burada nə edəcəkdir? Qüvvətləndirir də. Sən ha bir sonasan, cüda düşübsən. Bir bölük yaşıl baş sonadan. Burada qüvvətləndirir bir sözlə. Onu daha sən ha qüvvətləndir. Nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin. Hanı burada heç? Gəl qoşulaq durnalara, vətənə sarı uçaq. Gəl qoşulaq, gəl, əmr edirəm. Gəl qoşulaq durnalara. Əmr ədatı varmı? Qoşulaq durnalara. Deməli, bir ədəd C yazacağam. Bircə dəfə öpə bildim telindən, bircə dəfə can eşitdim dilindən. Ca burada qüvvətləndiricidir. Bircə dəfə. Deməli, bunu hara yazırdıq? Bura qüvvətləndirici. Əzinəm din barı. Barı da arzu ədatı, bunu da bura yazırıq. 1 C, 2 A D, 3 də E. Doğru cavab olacaq C variantı. Bütün məqamları nəzərə almaqla feillərə aid ortaq fikirləri seçin. Baxaq görək. İçirdi sözü. Bu sözü iki cür düşünə bilərsən. Bax, içirmək, suyu içirmək, içirdi. Bir də içir idi. Həm də idi hissəcinə. Keçirmək sözü, keçdəm, keçirmək, keçirdin. Şəxs əvvəli. Bir də belə deyək də, bunu bu şəkildə düşünün. Yəni, və hətta keçirtmək. Bunu da burada keçirdin sözünü t şəklində düşünə bilərsən, düzəltmə. Feilin iki müxtəlif şəklində düşünmək olar. İki müxtəlif şəklində yox. Bax, bu keçirdin sözünə aiddir o. Birinciyə aid deyil. Ona görə bir olmaz. Bir olan variantı çıx. İki müxtəlif zamanda düşünmək olar. Bəli, həm indiki zamanda, həm keçmiş zamanda. Bunların ikisini də düşünə bilərəm. Biri ikidir. Tərkibində bir leksik, bir qrammatik şəkli var. Bunu əminliklə deyə bilmərsən. Quruluşca həm sadə, həm də düzəltmə söz kimi təhlil etmək olar. Bayaqlarımda izah eləmiş bunu. Düzdür. Söz idi hissəcinin işləndiyin əminliklə demək olmaz. Bu da rahatlıqla demək olar. 2, 4, 5 doğru cavabımız olacaq. E variantı. Hansı nümunədə yazışı tələffüzündən fərqlənən 5 şəkil işlənmişdir? Güləndə yanaqların batması, ona xüsusi gözəllik, burada bir dənədir, verirdi. Əsərdəki maraqlı diyaloqlar gərginliyi bir, daha da artırmışdı. Bir dənə də burada. Demək, burada neçə dənə oldu? 2 dənə. Heç gözləmirdik. 1, 2. Bundan, bir dənəsi də burada 3. Bundan sonraki fəal sözündən iyyətdə, bax, fəaliyyət. İyyət burada yığının bir düşür. Fəal sözündən fəaliyyət. Dər,
imizi dəyərləndirsinlər. Burada nə qədər oldu? 6 dənə, 7 dənə. Nəticələrlə bir bağlı açıdan açıqlama verildikcə, 3 həyəcanlanırdıq. Neçə oldu? 5 dənə. Əlindəki çiçəkləri, çiçək, burada başqa yoxdur, yəni bu çiçək sözündə, anasına çatdırmaq, burada qıya çevriləcək, çünki sahib gəlib, səbirsiz dənirdi. Burada 2 dənə. Deməli, bizdən nə istəyirdi? Fərqlənən 5 şəkil, elə D variantı olacaq. Doğru cavabımız olur. 4-cü sual D variantı. Müasir tibb və əczaçılıq sahəsində bitkilərdən istifadə qədim sivilizasiyaların təcrübələrinə qədər gedib çıxır. Bax, müasir tibb və əczaçılıq sahəsində, yəni bu aptekdə də, bu gün də dərman bitkiləri anlayışı, müasir həyat tərzinin təbiətə qayıdışı ideallaşdırılması da bütün dünyada məşhurlaşan bir trendin mühüm mövzularından birinə çevrilir. Təbiətin insanlara bəxş etdiyi bu şəfa mənbələri müasir elm və texnologiyanın töhfələri sayəsində gələcəkdə də ümid mənbəyi olmağa davam etdirəcək. İndi məntiqi ardıcılığı nəzərə alaraq boşluğa cümlə yazacaq. Bax, deyir ki, bugün bir çox yoluxucu xəstəliyin müalicəsində müasir üsullarla yanaşı ənənəvi üsullardan üstünlük verir. Bu mövzu çox daralır və ümumi fikrə uyğun deyil artıq. Anı çıxacaq. Buna görə də dünyada alternativ tibb tətbiqlərini, müasir tibb metodları geridə qoyduğu bir həqiqətdir. Yox, mətndə belə bir kəskin iddia yoxdur axı. Ənənəvi həyat tərzində müasir həyata keçiddə insanlar şəfalı bitkiləri yenidən şərh edərək təsnif etmişdi. Əsas ideya bu deyil axı bu. Keçmişdə olduğu kimi bu gün də müalicə və sağlam həyat tərzi üçün bitki mənbələrindən istifadə edilir. Bəli, bu mətndə deyilənləri tam şəkildə əhatə edir. Yeni bitki növlərinin kəşfi ilə alternativ tibb sahəsindəki tərəqqi müasir tibbi müalicə üsullarının şübhə altına alınmasına səbəb olmuşdu. Belə bir mətndə ümumiyyətlə söhbət yoxdur axı. Doğru cavabımız olur 5D variantı. Hansı bənddə kökləri eyni olsa da eyni köklü olmayan sözlər işlənibdir? Bax, deyir yükü qaldırmaq üçün. Qaldırmaq nədir? Sadədir. Sözün kökü qaldırmaq. Ehtiyat tədbirləri görülmüş. Qaldırandan sonra nə olur? Qaldırıcı. Görsən kökləri eynidir, amma biri sadə, bir düzəltmə. Bunlar eyni köklü olar mı? Olmaz, elə olacaq A variantı. Ələyə sözü, sözün kökü əldir, əldən ələmək. Burada da əldən ələmək yenə. Bu eyni köklüdür. Silahlanmış, silahdan silahlı, silahdan silah. Bu da var. İşçi komandasının sayı artırılmış, idarədə yoxlama aparılmış. Artıq qalan vəsaitlər dövlətə təhvil verilmişdir. Burada nə gəzir? Ana yaşadığı, yaşı olur, yaşayır. 5 yaşlı, yaşı olur, yaşlı, 5 yaşlı. Burada da bunlar eyni köklüdür. Deməli, bizə lazımdır. 6 olacaq A variantı. Cədvəldə verilən düzgün qruplaşdırın. Baxaq, deyir ki, düz hamara biz nə deyirik? Düz hamar. Fikir verək. Sivri. Sivri nədir? İti, şiş. Elə birə C yazdıq. Şumal nədir? Düz hamardır. Yalçın, yalçın qayalar həmişə çox dik, çılpaq, sıldırımlı qayalar nəzərdə. Kontrast, kəskin təzad, fərq, antiteza da deyirlər buna. Deməli, doğru cavab olur B variantı. Əlabbas kişinin atası Usta Həzrətqulu buranı alanda bu həyətdə 2 otaqlı, 1 mərtəbəli kiçik bina vardı. Cümləsi təhlil bağlı doğru fikirdir. Gəlin birinci növbədə bunları sintaks təhlil edək. Bax, vardı. Nə? Bina. Necə? Kiçik. Necə? 1 mərtəbəli. Necə? 2 otaqlı. Harada? Həyətdə. Hansı həyətdə? Bu həyətdə. Nə zaman? Əlabbas kişinin atası Usta avtomobil buranı alındı. Bunun hamısı da zərflik. Cümlə özləri arasında uzlaşma əlaqəsinin cümlə 2 yerində. Bir dənədir axı burada. Neçə dənə burada mübtəda var? Bir dənə mübtəda var. Deməli bu səhvdir. Ardıcıllıq, zərflik, təyin, mübtəda xəbər sxeminə uyğundur. Bunu da gördük. Həmci sözlər bir-birlə tabelik yox, tabesizlik əlaqəsindədir. Mübtəda mürəkkəb isimlə ifadə olunub. Burada mübtəda binadır. Nümunədəki təyinlərin hamısı həmcinsdir. Xeyr, burada bir dənə də təyin var. Bu. Verilən sözlərin ilk hərfini qarşısında verilmiş hərflərlə əvəz etsək, yaranan sözlərin hamısında ammonim xüsusiyyəti olacaq. Bir bənddə bu uyğunluq gözlənilməyib. Bax, şan. Arının şanı var. Bir də şanım şöhrəti. Qan. Qanmaq. Bir də maye qan.
danmaq. Bir də dan sərin açılması. Oldu mu? Yal. Bunu yal, it yalı, bir də saç yal. İndi dal, dalmaq, fikrə daldım, bir də dal, arxa. Sal, buz mənasında saldaşlar, bir də əlindən yerə salmaq. Oldu mu? Sarı, amonimdir da öz yerində, rəng, ondan sonra sarımaq. İndi sarının yerinə yarımaq, bir də yarı. Bax, yarı, yarı yol necə? Bir də yarımaq. Qarı, qoca, bir də qarımaq. Bu da getdi. Yad oldu. Yadım. Bir də başqa nə olur? Yad, özgə. Yadım. Amma şad necə olur? Şadın başqa bir şey varmı? Olmur axı, şı pozdur. Deməli, daş, daşmaq, bir də daş ismi, çaşmaq, bir də çaş göz. Fikrimcə olacaq D variantı. Verilən fikirlərin biri yanlışdır. Verilən fikirlərdən biri yanlışdır. Cümlədə sə şəkilçisi varsa, həmin cümlə quruluşuna görə sadə ola bilməz. Səhv fikirdir. Niyə səhvdir? Məsələn, deyirəm ki, susadım. Sudan, susamaq. Hətta mən bunu dərsdə də izah eləmişəm. Yadınızda olar bəzilərini. Gülməlidir feili. Cümlənin həm ismi, həm də feili xəbər ola bilər. Bəli. Uşaq gülməlidir. Məsələn, necədir? Gülməlidir. Necədir? Görsən, feil sifət. Bir də o buna gülməlidir. Nə etməlidir? Məlum. Qaçaq sözü tərkibinə görə 3 cür təhlil etmək olar. Qaçaq sözü, bax, qaçdan, qaçaq. Qaçdan bir arzu şəklində, bir də əmr şəklində. 3 cür oldu. Təsriflənən feillər cümlədə feili xəbərin ifadə vasitəsi olur. Təsriflənən feillər cümlədə feili xəbərin ifadə vasitəsi olur. Bəli. Təsriflənməyən isə isim xəbər. Tərkibində qrammatik şəkli olan sözlərdə eyni köklü söz ola bilər. Tərkibində məsələn eyni köklü ola bilər. Məsələn, qaçışmaq, qaçıldı. Görürsən, qrammatik şəkli var, amma eyni köklüdür. Deməli, onun sualının cavabı olacaq A variantı. Doğru fikirləri seçin. Baxın, çox mənalı sözlər. Məna tayları eyni leksik məna ilə bağlı olur. Düzdür. Sözün məcazi mənada işlənməsinin əsasən müəyyənləşir. Amonimlər yox axı. Niyə amonimlər? Bu fikir səhvdir. Yazış və tələffüzü eyni olur. Çox mənalarında amonimlərdir. Düzdür. Məna tayları həmişə amonimlər həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olur. Ona görə də doğru cavabımız olacaq nə? B variantı. Cədvələ əsasən yanlış fikirləri müəyyən edin. Yazışında səhv yoxdur. Humanitar siyasi məsələlər şöbəsi. Yazışında səhv yoxdur. Bu düzdür də. Azərbaycan Respublikasının kənd təsərrüfatı, bunlar balaca yazılmalıdır. Deməli, 2 səhvdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. Deməli, biz nə edəcəyik? Bir olan variantları gəlin çıxaq. Birlər çıxdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. Burada da bunun yazılışında nəsə var. Yazışında bir səhv var. Beynəlxalq ana dili günü yoxdur axı. Azərbaycan Respublikasının baş naziri. Yazışında bir səhv var. Aha, naziri sözü. Əməkdar incəsənət xadimi. İncəsənət. Əməkdar incəsənət xadimi. Aha, bu da getdi. Yazışında 2 səhv var. Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsi. Adına institut bala, terminologiya şöbəsi. Bu da. Bakı şəhər icra hakimiyyəti. Burada problem yoxdur. Deməli, bizə nə lazımdır? 2, 4, 8. Elə bunu kitaba da baxaraq müəyyən edə bilərdiniz. Deyir ki, yoldaşlar, Almas Yıldırımın Əsir Azərbaycan şeirinin məzmunu ilə bağlı doğru fikir. Məzmun deyir, şeir bəndlər şəklində yazmışdır. Bu fikir doğrudur, amma formaya aiddir. A variantı olmaz. Sənətkar Coşqun Xəzər vasitəsilə vətəninə salam göndərir. Külək alı orada Ağrı dağdan Alagözə yetirsə, gür səsimi göy Xəzərə yetirsə, orada Xəzər vasitəsilə vətəndən yox. Qafiyə quruluşu A1 şəklində. Bu düzdür, amma formaya aiddir. İlk bənddə müəllif vətən həsrəti yandığı bilinir. Hanı məni gül qoynunda doğuran, xəmirimi göz yaşı ilə yoğuran. Düzdür. Şeirdə bədii suallardan istifadə olunmuşdur. Elə bax, ilk bənddə var. Amma bu doğrudur, formaya aiddir. Anabacı əsəri ilə bağlı yanlış fikri müəyyən edin. Anabacının qəlbinin genişliyi ilə yadda qalan bir obrazdır. Bəli, anabacı mükəmməl bir obrazdır. Bir düzdür. Əsərdə əsərin təhkiyyətçisi müəllifin özüdür. Müəllif özüdür, hadisələri danışan. 2 də düzdür.
İkində çıxan deyir cavab qalır da. Ana bacının uşaqlıq illərinin xoş xatirələrindən danışması yadçısı ona başlayır. Hava o uşaqlıq xatirələrindən danışdı. Elə bir şey var. Yadçı ana bacının köhnə nəslin son qəhrəmanı hesab edir, düzdür. Kasıb olmasına baxmayaraq ana bacı heç bir məsələdən ötürü kiməsə ağız açmır. Niyə o məktuba görə ağız açmır? Deyir ki, ala bunu oxu. Ata-babada və nəvələrindən başqa kimsəsi onun. Niyə? Qızı da var idi. 3, 5, 6 bu keçən də olimpiyadada var bu sual. Ana şeirlə bağlı doğru fikir müəyyən. Əruz vəznində beytlər yox, bəndlər şəklindədir. Kimdir o? Nədir sual? Bədii suallar əsərin bədii təsir gücünü artırmışdır. Əslində bu cavabın özü də düzdür. Kimdir o? Nədir o? Bu sualı yazanlarda problem var. Yəni bu sualın fikrin özü belə bədii sualdır. Sadəcə indi nəyin yap, onu götürməyibdir öz yerində. Müəllif heç nədən qorxmadın, yalnız ölüm qarşısında, yox, ananın qarşısında. Şeirdə təbiət hadisələrinə müraciət edilməsi obrazın emosional hisslərini ifadə edir. Şeirdə təbiət hadisələrinə, qopey tufan, əsey, orada hətta orada bax görürsüz, deyir, əsey külək, bağır ey bəhri biyamən, əsey külək. Burada atıl zahana sən ey yıldırım. Təbiət hadisələrinin müraciət, bilmirəm, bunu bu tərəfindən yazdıqdır. Obrazın emosional hisslərini ifadə edir. Obrazın emosionallığını ifadə edir də. Bu fikrin özü də düzdür. Doğru fikir müəyyən edin. Burada bilmirəm, məzmun deyilmişdir. Lirik qəhrəman anaya olan sevgisini tərənnüm edərkən özünü itaət edən rahibə bənzədir. Bax, orada hətta o deyir, onu mən sənə deyir, rahibəm itaətdə. Yatar ölər bədənim, nifdən düşər bu söz. Ana, sənə mən rahibəm itaətdə. İtaət edən rahibə bənzədir. Bu fikrin özü də. Fikrimcə bu sualda qüsur var. Mən bunu belə düşünürəm. Yenə də rəylərinizi qeyd edərsiniz. Yəqin ki, ev variantı götürəcəklər. Əkinçi şeirlə bağlı hansı fikir yanlışdır? Şeirdə kəndlinin ağır vəziyyəti mülkədarı əsla narahat eləmir. Bəli, onun vecinə deyildi. Kəndlinin amansızcasına istismar olunması, onun zəhmətinin boşa getməsi əks olunur. Bəlidir. Keçən il yorğanı, bu ildə palazını satarsan. Mülkədar ilə kəndlinin dialoq əsasında yazılmış satira kəskin tənqid üzərində. Bax, burada mülkədarın kəndli ilə dialoqu yoxdur, axı, mülkədar danışır. Mülkədar insanlığın əsl insan olmamağı, dəbdəbəli həyat sürməsi ilə eyniləşdirir. Kəndlinin yalvarışları, məzlum vəziyyəti mülkədara görə özünü tülkülüyə qoymaqdır, deyir. Gəlib qapımda özünü tülkülüyə qoyma. Dəhnamə əsərində verilmiş nümunələrin biri təsvir vasitəsi işlənməməsinə görə. Bax, gülməkdən ənar açıldı dəndan. Nar gülməkdən açılması, gülməkdən. Alma ağacının dibində sayə, alma ağacının dibində kölgə. Burada metafor var. Nərgiz oturur gözündə xabi, metafor var. Lalə oturur başında tacı, metafor. Ağ donlu geydi yasəmənlər, metafor. Burada isə yoxdur axı metafor. Hətta bu sual illər öncənin sualıdır. Koroğlu dastanının Durna Telqolunda hansı hadisənin səbəbi verilməyib? Koroğlu belə bir xasiyyəti var ki, düşmən əlinə keçəndə Koroğlu olduğunu boynuna almazdı. Və bunun səbəbini niyə deyir? Giziroğlu Mustafa bəy dəstəsi çəni beləcəndə bir tərəfə çəkilib gözlədi. Səbəb nə idi? Görək bunlar nə iş görür? Eyvaz Durna Teli gətirmək üçün izin alanda Koroğlu əvvəlcə fikirləşdi, razılıq verməsi. Səbəb nə idi? Təcrübəsizlik. Sonra da dedi ki, başına bir şey gələr. Sonra dedi ki, igid elə başı qanda gərəkdir. Giziroğlu Mustafa bəy başının adamları ilə Bağdada gəldi. Səbəb nə idi? Koroğlunun dəlilərini xilas eləmək. Telli xanımın kefi saz idi. Niyə? Dəmirçioğlu sağalmışdı. Demək, doğru cavabımız olacaq A variantı. İbrahimovun Azad hekayəsində verilmiş hadisələrin düzgün ardıcıllığını. Baxın, Azad Təbrizin bir məhəlləsində dərzi şagirdliyinə başlayır. Bu və Fərda Azərbaycan Xalq Konqresinin nümayəndə seçilir. Fərda Azadın ağır yaralanmış vəziyyətdə görür. İndi bizə bu aralıqlar lazım. Azadın atası dünyadan dəyişir. Bu lap əvvəldədir. Bir olan harda varsa onu çıx. Fərda Azadın fədai dəstələrin birinə başçılıq etdiyini öyrənir. Xalq Konqresinin nümayəndə seçilir və ondan sonra bunu eşidir. 2. Anası Azadı məktəbdən ayırmağa məcbur olur. 3-ü bura yazıb, sonra buna yazmalıyıq. 3-ü də çıx. 1 ilə 3 harda varsa onu çıxaq. Sonra Fərda anası ilə kəndə köçür və ondan sonra Xalq Konqresi. Azad fərşin ucunu qaldırıb torpağı öpür. Bu isə ən sondadır. Demək bizə lazımdır 4-2. Mövzu, ideya, tərənnüm, bunlar da məlumdur. Əsərdə bədii dilin mühüm hissəsidir. Bəzən məcazlar da bunu bədii təsvir, ifadə vasitələri deyilir. A variantı harda varsa onları çıxın getsin. Təsvir vasitələri cavabçıdır. Qutardı getdi. Yazıçının oxucuya çatdırmaq istədiyi başlıca fikir, niyyət, buna nə deyirlər? İdeya deyilir.
Yazıçının diqqət mərkəzində çəkdiyi əsas həyati məsələlər səciyyəvi hadisələrdir, mövzudur da. Bədii əsərdə hadisənin, obrazların, əşyaların və sair əlamətinin sözlə ifadəsi, obrazların, əşyaların. Bədii əsərdə hadisələrin, qəhrəmanların hərəkəti və yaratdığı xoş hisslər müsbət deyirsə nədir bu? Tərənnüm. Deməli 1 C, 2 bu, 3 də E. Doğru cavab olacaq C variantı. Belə, ümid edirəm ki, faydalı oldu. Sağ olun, salamat olun, kanala abunə olmağı da unutmayın.